bu birliğimiz sayesinde bugün biz bu Camilson Networking Festivalını sizinle beraber geçirdik. Hər birinizə uğurlar arz edirəm. Mən də istəyirəm fərqli janrda musiqi. Ve hazırda ise değerli fikirlerini bizimle hem de sizinle bölüşmek için sahneye Smart Ağıllı Ev Sistemleri, Smart Comfort Baku, Smart Mebel şirketlerinin rəhbəri Elmin Sadıqovu dəvət edirik ve onun değerli çıxışını izleyeceğiz. Buyurun. Xoş gəlmisiniz Elmin bəy. Hər birinizi xoş gördük deyirəm. İlk öncə Camilson Festivalı hər birimiz üçün dəyərli və faydalı olsun. Və bununla məşğul olan bir çox fayda qruplarını da salamlayıram. Mənim ilk öncə insanlara həqiqətən bu gün texnologiyanın həyatımıza inteqrasiyası barəsində qısa bir xatırlatmam olacaq. Məqsəd nədir? Bu gün hər birimizin həyatında istəsək də, istəməsək də süni intellekt texnologiya sahəsində inteqrasiya olub. Bunu biz istifadə etdiyimiz telefonla biz notarial qaydada hər hansı bir imza ata bilirik, hər hansı bir etibarnamə verə bilirik və digər işləmləri görə bilirik. Yəni bu istəməsək də bizim həyatımızda var. Yəni biz öz həyat tərzimizi dəyişmə iqtidarında olmadığımızı bilirik texnologiya sahəsində. Bu gün dünya bazarına Çin öz sözünü həqiqətən deyib. Bu yaxınlarda Çinin yeni bir layihəsi də oldu. Bu dünya bazarına robotlaşma ilə bağlı çıxdı. Bizim çəkilişlərdə burada qeyd olunacaq. Artıq Çin hərbi hissələrdə öz robotlarından istifadə edir. Niyə biz bu qədər inteqrasiyanı Azərbaycanda istifadə etməyəcəyik? Amma mən bu barədə onlarla biz bu yaxınlarda smart sistem olaraq çalışırıq ki, bu robotlardan Azərbaycana gətirək və bununla bağlı da müqavilə bağlamışam. Artıq Çin bu sahədə mənfi və müsbət cəhətləri artıq üstələyib. Müsbət cəhət demək olar ki 90%'dir. Bilirsiniz ki, texnologiya həyatımızda mənfi və müsbət cəhəti nədir? Müsbət cəhəti odur ki, tibb sahəsində misal üçün inteqrasiya olub proqnozların, insan haqqında proqnozların diaqnostikasının təkmilləşdirilməsində. Təhsil sahəsinə təsir eləyib. Təhsil sahəsində nədir? Bugün hər birimizin evlatlarımız internet vasitəsilə dərs keçirlər, fərdiləşdirilmiş dərsləri keçirlər. Bu sahədə inkişaf eləyib. Amma niyə biz ağıllı ev sistemini istehsal edən bir ölkə kimi, yəni Azərbaycan artıq ağıllı ev sistemlərini istehsal edir. Buna nümunə olaraq bir çox dövlət layihələrimiz var. Kobiyan binası, Dost mərkəzi, Şuşa İcra Hakimiyyəti və həqiqətən də dünya memarlarının incisi sayılan Heydər Əliyev mərkəzində belə ağıllı ev sistemləri, yerli istehsal olan işıqlandırma sistemlərində belə bu tətbiq olunub. Biz bunu istifadə etmiriksə özümüz, digərləri niyə istifadə etsin? Çində belə bir yenilik var. Mən sual verirdim ki, Çinin ilk 10-20 ili nə gözləyirsiniz? Yəni Çinlilər bunu həqiqətən sübut edərək deyir ki, 20 ildən sonra bütün dünya Çin olacaq. Öz hərbi hissəsində istifadə etdiyi robotlar var. O, bilmirəm, indi burada kadrlarda gələcək. İnsani keyfiyyətlərə, həqiqətən insani keyfiyyətlərlə olan robotlar istehsal edirlər. Dərisi insan dərisinə 99% oxşuyur, amma suyun olduğunu bilirsiniz. Amma məsələ nədir? Bunun müsbət cəhəti odur ki, biz sənayedən əlavə digər tipdə də robotlaşmanı həyata keçiririk Çin sahəsində. Digər şəxsi istifadə üçün artıq robotlar istehsal edir. Hərbi robotlar istifadə edir. Hərbisində də var. 70 minə yaxın hərbi robotları var Çinin bugün hərbi istifadədə. Hətta onlar onu digər istifadələrdə də var. Mən onunla bağlı videolarım var və onunla bağlı araşdırma da aparmışam. Niyə də bizdə olmasın? İndi yaxın ilin sonuna qədər, demək olar ki, ilin sonuna qədər robotlardan bura gətirilməsini çalışacağım ki, həyata keçirim. Onunla bağlı nümayiş olunacaq. O robotların üstünlükləri nədir? Şəxsi istifadə etdiyim robot mənim xidmət göstərir evimdə, işimdə, ofisdə, hər yerdə, küçədə, hər hansı bir nəyinsə çatdırılmasında və mənfi cəhəti nədir? Mən onlara sual verirəm ki, əgər bu insani keyfiyyətlərə məxsusdursa, bugün mən ondan acıqlı şəkildə danışsam, qəzəblənsəm, nə reaksiya verir? Hətta qəzəbləndiyimiz anda belə bizi sakitləşdirmək üçün göz bəbəyinin böyüməsi, qorxması, bizim hisslərimizi bilib yaddaşında saxlaması, nəyi sevirik, nəyi sevmədiyimiz. Amma mənfi cəhəti nədir? Bugün o robotda insani keyfiyyətlə qısqanclıq yaransa bizə necə zərər vura bilər? Bunun üzərində təkmilləşirlər, il sonuna qədər də onu həyata keçirəcəklər.
mənim üçün Azərbaycanda inteqrasiya həqiqətən çox yüksək dərəcədə inkişaf eləyir və inkişaf eləməyə də doğru, yəni hər birimiz çalışırıq. Çox qısa yox, 1 ay, 2 ay, 3 ay, maksimum 5 aydan sonra biz bu robotları xidməti sahələrimizdə görəcəyik. Amma həqiqətən istifadəsini düzgün eləməliyik. Mən düşünürəm ki, bu festivalın da hər birimizə faydası necə olacaqsa, suni intellektin də bizim bu festival kimi insanları bir yerdə yığmasında böyük nailiyyəti olacaq. Bu gün artıq banklar istifadə eləyir. Zəng vurursa sizlə danışan suni intellekti. Bax, onu hər bir sahəmizə tətbiq eləmək olur. İmkan da var. 10 nəfər telefona cavab vermir, amma bir dəfəyə 10 zəngə cavab verən suni intellekt var. Mən düşünürəm, bizim belə faydalı networkinglərimiz olduqca faydalanmağa həmişə çalışacağıq. Vaxtınızı almaq istəmirəm. Smart System rəhbəri olaraq sizə demək istəyirəm ki, hər biriniz öz sahənizdə suni intellektdən istifadə eləməyə çalışın. Bunu istəsəz belə mənə, burada hər kəsə müraciət eləyə bilərsiniz. Təşəkkür eləyirəm, var olun gəldiyinizə görə. Çox sağ olun.